Bu vüsət ilə cahan, təngi məhbəsimdir mənim. Kəsim də olmasa, kəslər kəsi, kəsimdir mənim. Cahan gözəllərini ver gözəllik axtarana, gözəllərdən də gözəl Hüseyn bəsimdir mənim. Bugün göylərin və yerlərin zinəti olan İmam Hüseyn əleyhissalatu vəssalamın mövlududur. Peyğəmbər Əkrəm buyurub, Həsənin məndən irs aparıb səxavəti, cavd və səxavəti. Həsənim, övladım Həsən. Allah rəhmət eləsin Şeyx Füzuli, Mədh-ü Hüseyn o, vəsf-i Həsən qılsalar talib, xətmi kəlam edib, qılalım müxtəsər sözü. Ol iki bərquzidə-i dövrü zamanədir, iki cahan pənahı, cahanın iki gözü, haqqı görən iki göz, biri İmam Həsən, biri İmam Hüseyndir. Həm dünya əhlinin, həm ahirət əhlinin pənahgahı bu iki sərvərdir, İmam Həsən və İmam Hüseyndir. Həsənin